Almaniyada ictimai nəqliyyat sahəsinin işçiləri tətil keçirir. Ölkə üzrə avtobus, metro, tramvay reyslərinin əksəriyyəti dayandırılıb. Minlərlə sərnişin isə yollarda qalıb. Paytaxt Berlindən xüsusi müxbirimiz Günay Məmmədova hazırda bizlə birbaşa bağlantıdadır. Günay, sizi də salamlayırıq. Bu tətildə əsas tələb nədir öyrənək? Elə Berlində müşahidə etdiklərimlə başlayım. Bugün bu şəhərdə adət etmədiyimiz avtomobil sıxlığı görürəm. Çünki bugün hər kəs öz avtomobili ilə yola çıxıb, avtobuslar işləmir. Avtobus dayanacaqlarında isə heç kim yoxdur, boşluqdur. Çünki heç kim avtobus gözləmir və bu barədə əvvəlcədən məlumat verildiyi üçün. Vert Həmkarlar İttifaqı bütün federal torpaqlarda kommunal işə götürən birlikləri ilə tarif danışıqları aparır, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması tələb eləyir. Söhbət istirahət günlərində iş vaxtının azaldılmasından, daha qısa növbələrdən, daha uzun fasilələrdən, eləcə də gecə və həftə sonu işlərinə görə ödənişlərin artırılmasından gedir. Qeyd edeyim ki, Aşağı Saksoniya istisna olmaqla Almaniyanın bütün federal torpaqlarında avtobuslar, tramvaylar və metro qatarları marşrutları bugün çıxmayıb işə. Bavariya, Brandenburg və Turingiya federal torpaqlarında Həmkarlar İttifaqı maaşların artırılmasına da nail olmaq istəyir. Və eyni tələb Hamburqda Hamburger Hofmann nəqliyyat şirkətinə də irəli sürülüb. Yalnız Aşağı Saksoniyada deməli yerli nəqliyyat bazar ertəsi günü də fəaliyyətini davam etdirir. Çünki orada təxminən 5000 əməkdaş çalışır və Həmkarlar İttifaqları tarif sazişi qüvvədə olduğu müddətdə tətil keçirməmək öhdəliyinə sadiq qalırlar. Qeyd edeyim ki, deməli tətil Deutsche Bahn dəmir yolu konsernə məxsus regional qatarları və tramvayları əhatə etməyib. Və Almaniyada bu cür tətil deməli aksiyaları son illərdə daha tez-tez baş verir. İşçi çatışmazlığı, artan iş yükü və inflyasiya fonunda Həmkarlar İttifaqları iş şəraitinin yaxşılaşdırılmasını və maaşların artırılmasını əsas prioritet kimi irəli sürürlər. Danışıqların nəticəsindən asılı olaraq yaxın günlərdə nəqliyyatda yeni məhdudiyyətlərin olması da istisna edilmir. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Təşəkkür